Salam hörmətli abituriyentlər. Bugün coğrafiya fənni üzrə 5 iyul 2026-cı ildə keçirilən qəbul suallarının izahına baxırıq. Başlayırıq 31-ci sualla. İqlim diaqramlarının aid olduğu məntəqələrin yerləşdiyi inzibati ərazilər üçün hansı fikir doğru deyil? Ümumiyyətlə bu tip sualları biz dəfələrlə işləmişik. Elə ən birinci də yağıntıların düşməsinə görə, yəni o rəqəmlərə əsasən biz həmin inzibati əraziləri müəyyənləşdirməliyik. 1402 mm yağıntı düşür Lənkərana. 247 mm Bakıya. 1036 mm Zaqatalaya, 571 isə Quba ərazisinə düşür. İndi isə baxaq variantlara. 1 və 4. Meşə landşaftı formalaşmışdır. Lənkəranda, Qubada meşə landşaftı formalaşa bilər. Bizə aid olmayan fikri istəyir bizdən. Anı çıxırıq. 1 və 3. Mülayim isti iqlim tipi yayılıb. Bəli, Lənkəranda da, Zaqatalada da mülayim isti iqlim tipi yayılıb. 1 və 2. Lənkəran və Bakı. Xəzər dənizinə çıxışı var. Lənkəranın da, Bakının da Xəzər dənizinə çıxışı var. 2 və 4 nədir? Bakı və Quba. Filiz faydalı qazıntı yataqları vardır. Bu səhv fikirdir. Çünki həmin ərazilərdə filiz faydalı qazıntı yataqları olmaz, qeyri-filiz olar. Filiz Kiçik Qafqaz vilayətində rast gəlinir. 3-4 nədir? Zaqatala və Qubada Qafqaz layihəsinə aid olan xalqlar yaşayır. Bəli, avarlar, ləzgiləri aid edə bilərik. Birinci sualımızın cavabı D bəndi. 32-ci suala baxırıq. Cərəyanları verib suyunun temperaturu və təsir etdiyi ərazilər. Alyaska isti cərəyandır, bəli. Aleyot adalarına təsir edir, düzdür. Mozambik isti cərəyandır, soyuq cərəyan deyil. İkini cavablarımızdan, variantlarımızdan çıxdaş vasitəsilə çıxırıq. Peru soyuq cərəyanda Atakama səhrasına təsir edir, bəli. Şimal Atlantik isti cərəyandır, İrlandiya adasına təsir edir, düzdür. Qolf Stream isti cərəyandır, bəli. Braziliya yaylasına yox, Şimal Amerikanın şərq ərazilərinə təsir göstərə bilər. Somali soyuq cərəyandır, bəli. Şri-Lanka adasına təsir göstərmir. Elə Somali yarımadasının özünə təsir göstərər. 1, 3 və 4 bizim uyğun variantımızdır, Y bəndi. 33-cü suala baxırıq. Laçın, Şərur və Qəbələ inzibati rayonları üçün ümumi xüsusiyyətləri bizdən soruşur. Ərazilərindən yeraltı sularla qidalanan çay axır. Laçın, Şərur, Qəbələ. Götürə bilərik. Filiz faydalı qazıntı yataqlarına rast gəlinir. Qəbələyə görə bunu götürməyək, çünki Qəbələdə filiz yox, elə qeyri-filiz olar. İkini gəlin variantlardan çıxdaş vasitəsilə çıxaq. D getsin və B getsin. İki ölkə ilə həmsərhəddirlər. Elə bunu Qəbələyə görə götürməyək, Laçına görə də götürməyək. Deməli, 3-ü çıxırıq variantlarımızdan. 3-də getsin. Ərazilərində soyuq iqlim tipi yayılmışdır. Soyuq iqlim tipi Qəbələdə ola bilər. Bol rütubətli soyuq. Laçında və Şərurda. Şərurda yayı quraq keçən soyuq ola bilər. Laçında da olsun, qışı quraq keçən soyuq ola bilər. 4 uyğun variantdır. Yerləşdikləri iqtisadi rayonlarda yay otlaqları mövcuddur. Yay otlaqları mövcuddur. Bəli. Yəni soyuq iqlim şəraitində yay otlaqları yerləşə bilər. 5 düzdür. Kiçik Qafqaz tektonik qalxma zonasına Qəbələni aid eləməliyik. 1, 4 və 5 A bəndi bizim uyğun cavabımızdır. Davam edirik 34-cü sualla. Ölkə əhalisinin 25%-ni azsaylı xalqlar, 4,5 milyon nəfərini isə əsas xalq təşkil edir. Ölkənin ümumi sahəsinin 120 min kvadrat kilometr olduğunu bilərək orta sıxlığı bizdən soruşur. Deməli, ölkə əhalisinin 25%-ni azsaylı xalqlar təşkil edir. Geriyə qalan neçə faiz olur? 75%, yəni 100%-dən çıxırıq 25-i eləyir 75. Bu 75% 4,5 milyon nəfərindir. Yazırıq, 75%-ə gedər 4,5 milyon nəfər. Bizə lazımdır ki, bu ümumi əhalinin sayı nə qədərdir? Yəni 100%-ə də x. X də bərabərdir. Tənasüb yolu həll edəndə tapırıq ki, 6 milyon nəfər əhalimizin sayıdır. 6 milyon nəfər. Orta sıxlıq da necə tapılırdı? Orta sıxlıq da bərabər idi. Əhalinin sayını bölürdük. Nəyə? Ərazinin sahəsinə. Bu qədər sadə. O da eləyir. 6 milyonu 120 minə böləndə eləyir 50 nəfər. Cavabımız olur Y bəndi. 35-ci sualın izahına baxırıq. Sxemə əsasən A, B, C məntəqələrinin yerləşdiyi müvafiq saat qurşaqlarını A məntəqəsi ilə C arasında qurşaq vaxt fərqini hesablayın. Saat qurşaqlarına baxaq. A məntəqəsi yerləşir 0-dan qərbdədir 35 qərb uzunluğu, B məntəqəsi 40 şərq uzunluğu, C də 75 şərq uzunluğudur. Ümumiyyətlə, uzunluqları saat qurşağını tapanda nə edirdik? 35-i bölərdik 15-ə, düşər 2 dəfə. 5, 7, 10 da 5-dən kiçik olduğuna görə 2-yə toxunmuruq. Amma 0-dan qərbdə yerləşdiyinə görə, yəni qərb yarımkürəsi olduğuna görə bu 24-dən, yəni 2-ni 24-dən çıxmalıyıq. Eləməlidir 22.
Yəni A yerləşir 22-ci saat qurşağında. B yerləşəcək 40-ı böləcəyik 15-ə. Düşəcək 2 dəfə 30. 10, 7, 10 da 5-dən böyük olduğuna görə bu 2-nin üzərinə 1 gələcəyik, eləyəcək 3. Şərq yarımkürəsidir. 40 şərq uzunluğu 3-cü saat qurşağında yerləşəcək. 3-cü. 75 şərq uzunluğu da 15-ə tam bölünür. 75-i də 15-ə böləndə eləyir 5. Yəni 5-ci saat qurşağı. Baxırıq cavablara. 22, 3 və 5. 22, 3 və 5 D bəndi. İndi gəlin qurşaq vaxt fərqinə baxaq. A ilə C-nin arasında. Görək nə qədər qurşaq vaxt fərqi var. A dedik ki, 22-ci saat qurşağında yerləşir. Bu sıfırın özü də 24-cü saat qurşağıdır. 22 ilə 24-ün arasında 2 saat qurşağı qədər vaxt, 2 saat qurşağı vaxt fərqi var. Deməli, 0-dan 75-ə qədər də dedik ki, 75 5-ci saat qurşağıdır. 5 saat arasında qurşaq vaxt fərqi var. 2 və 5-in cəmi eləyir bizim üçün 7 saat. Yəni cavabımız olur D bəndi. 36-cı suala baxırıq. Verilmiş xüsusiyyətlərin aid olduğu ölkələri müəyyən edək. Okean və dənizə çıxışı, birbaşa çıxışı var. Qeyri-istehsal sahələri üstünlük təşkil edir. Südlü qətli heyvandarlıq inkişaf etmişdir. Okean və dənizə birbaşa çıxışı var xüsusiyyətindən hərəkət eləsək, İsveçrəni, Avstriyanı buradan çıxarıq. Bunların birbaşa çıxışı olmaz. Çıxdaş vasitəsilə D getsin, C getsin, 4, Y getsin. Qeyri-istehsal sahələri üstünlük təşkil edir. Qeyri-istehsal sahələri Nigeriya inkişaf etməkdə olan ölkədir. Qeyri-istehsal sahələri inkişaf etmiş ölkələr üçün xarakteridir. A-nı da çıxaq. Qalır cavabımız nə? B bəndi. Fransa hər üç xüsusiyyətə də uyğundur. 5. Danimarka və Almaniya. 37-ci suala baxırıq. Elektrik enerjisi istehsalında CSL-nin rolunun, su elektrik stansiyalarının rolunun çox olduğu ölkələri bizdən soruşur. CSL-nin rolu olacaq burada Norveç, Braziliya və Kanada. Norveç, Braziliya, Kanada, B bəndi. 38-ci suala baxırıq. Atlas dağlarında yerləşən bütün ölkələr respublika idarəetmə formasına malikdir. Atlas dağlarında Mərakeş yerləşir. Mərakeş də monarxiyadır. Ona görə bu cavab səhvdir. Çıxdaş vasitəsilə D getsin, B getsin. İndoneziya və Türkiyə G20-yə daxil olan ölkələrdir. Bəli. Verxanyanski və Ural dağları ölkələr arasında təbii sərhəd rolunu oynayır. Ural dağları təbii sərhəd rolunu oynayır, amma Verxanyanski buna uyğun gəlmir. 3-ü də çıxaq. Braziliya dövləti Peru və Venezuela ilə həmsərhəddir. Bəli, Peru və Venezuela ilə həmsərhəddir. Cənubi Amerikada təkcə 2 ölkə ilə həmsərhəd deyil, Çili və Ekvadorla. 4 düzdür. Vietnam Benqal körfəzi sahillərində yerləşir. Xeyr. Bir qədər Cənubi Çin dənizi ərazisinə düşür. Yəni Benqal körfəzi sahilləri uyğun gəlməz Vietnam üçün. 5-ə çıxdıq. Koreya Xalq Demokratik Respublikası və Laos sosialist ölkələrdir. Bəli, bu da 100% doğrudur. Sosialist ölkələrdir. Cavabımız olur nə? 2, 4 və 6. A bəndi. 39-cu sualın izahına baxırıq. Xəritə sxemində verilən məntəqələrin yerləşdiyi ərazilərə aid olan xüsusiyyətləri müəyyən edin. Birinci hissədə verilib burada Şollar düzü, düzən meşə landşaftı yayılıb, bəli. Respublikamıza yayılan düzən meşə landşaftının bir hissəsi də bu əraziyə düşür. Gətirmə konusları yayılmışdır. Qanıxayır çayı götürə bilərik. 2. Doğrudur. Ağgöl Milli Parkı yerləşir. 3. Ağgöl Milli Parkı yerləşir. Bu səhvdir. Vulkanik suxurlar geniş yayılmışdır. Acınurda vulkanik suxurlar olmaz. 3 və 4 cavablarımızdan çıxırıq. Cavabımız belə baxanda qalır. 5 nədir? Tektonik qalxma zonasında yerləşir. Tektonik qalxma zonasıdır, bəli. Kiçik Qafqaz tektonik qalxma zonasıdır. 5-i götürürük. 6 nədir? Düz günəş radiasiyasının illik kəmiyyəti azdır. Mərkəz aranda düz günəş radiasiyasının illik kəmiyyəti elə az deyil. 128, 130, 132 kilokalori arasında dəyişir. Bu da səhv fikirdir. Cavabımız olur nə? 1, 2 və 5. D bəndi. 40-cı suala baxırıq. Litosfer havalarının ayrılma sərhədi, litosfer havalarının toqquşma sərhədi. Orta okean silsilələri litosfer havalarının ayrılma sərhədidir, divergent. Biri olmalıdır A. Sipərlər və faylı dağlar. Faylı dağlar, belə demirik. Yəni, litosfer havalarının ayrılma və toqquşma sərhədindən danışırıqsa, B-ni ümumiyyətlə götürməliyik. Qırışıq dağlar, bəli, toqquşmadır. 2-ci. Rift dərələri divergent prosesdir. Yəni, litosfer havalarının ayrılmasına aiddir. 1-ə götürürük D-ni.
Dərin sulu okean novlar ümumiyyətlə subduksiya prosesidir. Subduksiya toqquşmanın nəticəsidir. Yəni gömülmə prosesidir. Əlbəttə ki, toqquşma prosesində biz bunu götürürük. 2-yə də Y-ni. Cavabımız olur 1-ə AD, 1-ə AD, 2-yə C və Y. Y bəndi. 41-ci sual. Fiziki coğrafi rayonlar verib və iqlim tiplərini təhlil etməliyik. Şərur Ordubad, Araz boyu, Zaqatala Lahıc. Qışı mülayim keçən yarım səhra quru çöl. Qışı mülayim keçən yarım səhra quru çöl Araz boyu düzənliklərə aiddir. Şərur Ordubadla qarışdırmayın. Şərur Ordubadda qışı soyuq keçən yarım səhra quru çöldür. Yəni elə birlə başlayaq. Qışı soyuq keçən yarım səhra quru çöl Şərur Ordubaddır. Qışı mülayim keçən yarım səhra quru çöl Araz boyudur. Anı C dedik. Zaqatala Lahıc deməli, yayı quraq keçən mülayim isti qalıb. Bütün fəsillərdə bol yağıntı alan soyuq Zaqatala Lahıca düşər, düzdür D bəndi. Yağıntıları bərabər paylanan mülayim isti də Zaqatala Lahıca düşə bilər. 1-ə C, 2-yə A, 3-ə D, Y. 1-ə C, 2-yə A, 3-ə D, Y. A bəndi bizim doğru cavabımızdır. 42-ci suala baxırıq. Kəsmə hündürlüyün 10 metrə bərabər olduğunu nəzərə alaraq təpənin nisbi hündürlüyünü tapın. Təpə relyef formasıdır. Zirvəsinin hündürlüyünü verib ki, 41-dir. Biz nə demişdik? Təpə relyef forması zirvəsi 41. 41-dən sonra ilk horizontal, yəni bunu nəzərdə tuturam. Yəni kəsmə yüksəkliyi də bizə verib ki, 10 metrdir. Yəni 41-dən aşağıdakı ilk horizontal 41-dən kiçik olmalıdır və ona bölünən ilk ədəd olmalıdır. Yəni 40 metr. Həm ona bölünür, həm də 41-dən kiçik ilk ədəddir. Onun aşağı düşək. Deməli 30, bir dəfə də düşək 20, bir dəfə də düşək 10. Nisbi hündürlük də nədir? Zirvə ilə ən axırıncı horizontalın arasında fərq. Yəni 41-dən çıxırıq nəyi? 10-u. Eləyir 31 metr. Cavabımız olur B bəndi. 43-cü suala baxırıq. Təbii zonalar verilib. Savanna və seyrək meşələr, tayqa, codyarpaqlı, həmişəyaşıl meşə və kolluq var. Ancaq şimal yarımkürəsində olacaq tayqa, enliyarpaqlı meşələr. 2-yə götürürük A-nı. Subekvatorial iqlim qurşağında yayılmışdır. Sözsüz ki, savannalar 1-ə B. Mövsümi dəyişkənlik müşahidə olunmur. Mövsümi dəyişkənlik müşahidə olunmur. Deməli, mövsümi dəyişkənlik bunların üçündə də ola bilər. İl boyu quraq olur. Aid deyil. Aralıq dəniz sahillərində geniş yayılmışdır. Bunu da 100% götürürük. Codyarpaqlı həmişəyaşıl meşə və kolluqlara. 1-ə B, 2-yə A, 3-ə də Y. Cavabımız olur C bəndi. 44. İl boyu nisbi rütubətliliyin daha aşağı olduğu məntəqələr bizdən soruşur. Suallar çox rahat düşüb. Nisbi rütubətliliyin daha aşağı olduğu məntəqələr, yəni quraq ərazilər bizdən soruşur. Rütubət çaşmazlığı olan ərazilər, yəni səhraları bizdən soruşur. Səhraları axtaracağıq xəritədə. Elə gözümüzə X sataşır. Atakama səhrası 1, Böyük səhra 3. Deməli, qalır burada Mərkəzi Asiyanın səhraları 1, 3 və 5. B bəndi bizim doğru cavabımızdır. 45-ə baxırıq. Deməli, bu tip sualları bu şəkildə həll edirik. Biri götürürük buradan, dairəni. A, C, D və F variantları ona uyğun gəlməlidir. A, C, D və F variantları uyğun gəlməlidir. Baxaq, Paleozon yaşlı dağlardır. Aha, qədimdir. Aid olduğu materikin şərqində yerləşir. Materikin şərqində yerləşir. Yəni bu Appalaj ola bilər, Böyük Sahəcdə ola bilər. Baxaq. Şimal, deməli, inkişaf etmiş ölkənin ərazisidir və şimal yarımkürəsində yerləşir. Elə birinci Appalaj buna uyğun gəlir. Həm Paleozon yaşlıdır, Şimal Amerikanın şərqindədir. İnkişaf etmiş ölkənin ərazisi düzdür, ABŞ və şimal yarımkürəsində də yerləşir. 2-yə baxırıq. 2-yə də aid olmalıdır D, F, B, Y. D, F, B, Y. B, D, Y, F. Baxırıq. Kaynozoyda yaranmışdır. İnkişaf etmiş ölkənin ərazisində yerləşir. Onsa cavabımız çıxıb, sadəcə olaraq təhlil edirik. Daimi qar xəttinə malikdir. Yəni bu cavab D bəndidir. Alp dağlarını biz aid edirik. Alp dağları cavan dağlardır. İnkişaf etmiş ölkənin ərazisidir. Bildiyimiz kimi Avropa. Daimi qar xəttinə malikdir. Deməli, Alp dağlarını bəli deyirik. Daimi qar xəttinə malikdir. Şimal yarımkürəsində yerləşir. Alpda daimi qar xətti 2500 metrdən keçir. Olur. 46-cı suala baxırıq. Dəmir filizi hasilatı və neft qaz hasilatı. Dəmir filizi hasilatına görə gəlin cavablarımızdan çıxdaş eləyək. Liviya, Niderland uyğun gəlməz. 2-ni 3 çıxaq. Çin, Uruguayda uyğun gəlməz. Qalır cavabımızda Asiya,
Çin, dəmir fizi, neft qaz hasilatı və Şimal Amerika, ABŞ. Cavabımız olur 1 və 5. C bəndi. 47-ci suala baxırıq. Dağ kserofit bitkilərin geniş yayıldığı ərazilər. Çox sadə, Naxçıvan və Talışın əraziləridir. Dağ kserofit bitkilər. 3 və 5. 48-ci suala baxırıq. Nəqliyyat növləri verib və xüsusiyyətlərini bizdən soruşur. Dəniz, hava, dəmir yolu nəqliyyatı. Beynəlxalq yüklərin çox hissəsini daşıyır. Bu 100% götürməliyik dəniz nəqliyyatına. Deməli 1A A. Qitələr arası sərnişin daşınmalarında birincidir. Bəli, qitələr arası sərnişin daşınmasında birincidir hava nəqliyyatı. B. Qərbi Avropa və Şimal Amerika ölkələri arasında yük daşımalarda böyük rol oynayır. Qərbi Avropa və Şimal Amerika ölkələri arasında yük daşımalarda rol oynayacaq dəniz nəqliyyatı. C. Ən sürətli və dinamik nəqliyyat növüdür hava nəqliyyatı. 2-yə D. Hava şəraitindən asılılığı nisbətən azdır. Bu olacaq dəmir yolu nəqliyyatı. Relyeflə əlaqədar ola bilər, asılı ola bilər, amma hava şəraitindən elə asılı deyil. 1-ə A, C, 2-yə B, D, 3-ə də Y. Olacaq cavabımız Y bəndi. 49-cu sualın izahına baxırıq. Dağın ətəyində okean səviyyəsində havanın temperaturu 20 Selsi dərəcədir. Okean səviyyəsində, yəni 0 metr yüksəklikdə havanın temperaturunu bizə verib ki, 20 Selsi dərəcədir. Aha. Buradan yamaç boyu hərəkət edən səyyah A və B məntəqələrində havanın temperaturunu ölçüb. Yəni A-da və B-də havanın temperaturunu ölçüb. Bu məntəqələrdə temperaturun düzgün göstərən qrafiki müəyyən edin. Yəni, demək istəyir ki, 0 metr yüksəklikdə havanın temperaturu 20 Selsi dərəcədirsə, bəs bu A-nın olduğu hündürlük hansıdır? 1500 metr hündürlükdə havanın temperaturu nə qədər olar? Yəni 0-da 20 Selsi dərəcədirsə, 1500-dən neçə Selsi dərəcə olar? Biz bilirik ki, temperatur hər 1000 metrdə 6 Selsi dərəcə azalır. Yuxarıya doğru getdikcə. Hər 1000 metrdə 6 Selsi dərəcə doğru, 6 Selsi dərəcə temperatur fərqi yaranır. Baxırıq, 0 ilə 1500-ün arasında 1500 metr fərq var. 1500 metr fərq var. Bizə lazımdır ki, bunlar arasında temperatur fərqini tapaq. Deməli, 1500 vururuq 6-ya, bölürük 1000-ə, eləyir 9 Selsi dərəcə. Dağın ətəyində, daha doğrusu okean səviyyəsində 20 Selsi dərəcə temperatur olanda və bunların arasında 9 Selsi dərəcə temperatur fərqi varsa, A-da temperatur nə qədər olar? Əlbəttə ki, 20-dən 9 çıxmalıyıq. Çünki yuxarıya doğru gedəndə temperatur azalır. Eləyir 11 Selsi dərəcə. A-nı tapdıq. İndi B-ni tapmalıyıq. Deməli, yenə okean səviyyəsində 20 Selsi dərəcə temperatur varsa, 3000 metr yüksəklikdə neçə Selsi dərəcə temperatur olmalıdır? 1000 metrdə 6 Selsi dərəcə azalırsa, bizə lazımdır indi 3000 metrdə neçə Selsi dərəcə azalır, ona baxaq. 3000-də nə qədər olar? Birbaşa tapsa 18 Selsi dərəcə olar da. 3000-i 6-ya vurub 1000-ə böləndə. Demək ki, bu məntəqələrin arasında 18 Selsi dərəcə fərq var, temperatur fərqi var. Yenə 0-da 20 Selsi dərəcə olanda B məntəqəsində nə qədər olmalıdır? Yuxarıya doğru gedəndə temperaturu azaltmalıyıq da, çıxmalıyıq. 20-dən 18 çıxırıq, eləyir 2 Selsi dərəcə. Yəni A məntəqəsində 11 Selsi dərəcə, B-də isə 2 Selsi dərəcə temperatur var. 11, 15 olmaz, 15, 2 olmaz, 11 və 2. Bəli. C bəndi bizim uyğun cavabımızdır. 50-ci sualın izahına baxırıq. Verilən xüsusiyyətlərin xəritə sxemdə rəqəmlərlə qeyd edilmiş hansı türk dövlətlərinə aid olduğunu müəyyən edin. Baxaq, deməli 2 Türkiyə, 1 Türkmənistan, 5 Özbəkistan, 3 Qazaxıstan, 4 Qırğızistan. Materik daxil ölkə olsa da, çay və kanallarla dünya okeanına çıxa bilir. Materik daxil ölkədir. Çay və kanal vasitəsilə dünya okeanına çıxa bilir. Biz burada götürməliyik, deməli, Qazaxıstanı 1-ə 3 və Türkmənistanı. Türkmənistan və Qazaxıstan. 1-ə 1 və 3 materik daxil ölkələrdir və çay kanallar vasitəsilə dünya okeanına çıxa bilir. Yazıram, 1-ə 1, 3. Çayları 2 okean hövzəsinə aiddir. Sözsüz ki, Türkiyədir, 2 okean hövzəsinə aiddir. 2-yə olmalıdır, 2. Əhalisinin əsas səsi Uyğur qoluna mənsubdur. Uyğur qoluna deyirsə, biz burada götürməliyik Özbəkləri, Özbəkistanı 3-ə 5. Dağlıq relyef üstünlüyü təşkil edir. Əlbəttə ki, Qırğızıstandan söhbət gedir. 4. 4-ə də 4. 1-ə 1, 3. 2-yə 2. 3-ə 5. 4-ə də 4 olacaq cavabımız C bəndi. Azərbaycanın xarici iqtisadi əlaqələrində mühüm rol oynayan su nəqliyyat yollarını bizdən soruşur. Su nəqliyyat yollarını. Bakı Aktau, Bakı Bektaş,
və Bakı nə götürməliyik? Həştərxan. 2, 4 və 6. 3, 4 və 6. 3, 4, 6. A bəndi. İkinci sualın izahına baxırıq. Şərti işarələrə əsasən Azərbaycanın faydalı qazıntı yataqlarını müvafiq olaraq müəyyən edək. 1. Polimetal yatağıdır. 2 də mis yatağıdır. 3 də civə yatağıdır. Polimetalın yataqlarına baxaq. Dəmiroğlu dəmirin yatağıdır. Bunu çıxırıq. Katexçay polimetal olar. Nehrəm bu uyğun deyil. Kastaq polimetalın yatağıdır. Düzdür. Qaradağ, Gədəbəy mis yatağıdır. Düzdür. Narzanlı, Gilgəsçay bunlar Laçında civə yatağıdır. Bu da düzdür. Cavabımız olur C bəndi. 53-ə baxırıq. Miqyası 1/5 milyon olan xəritədə əsas çay vaqonlarının uzunluğu 4 sm-dir. Buracan saxlayırıq. Miqyas verib, xəritə üzərindəki məsafə verib. Nə lazımdır bizə? Həqiqi məsafə. Necə tapırdıq? Miqyasdan 5-0 silirdik. Yəni miqyası vurmalıyıq nəyə? Xəritə üzərindəki məsafəyə. 200 kilometr. Davam edirik. Çay şəbəkəsinin sıxlığı 0,4 km bölü kilometrin kvadratı olarsa, su toplayıcı hövzənin sahəsini hesablayın. Sıxlığımızın düsturu nə idi? Sıxlıq bərabərdir. Deməli, uzunluqları toplayırdıq. L1, L2. Bölürdük nəyə? Hövzənin sahəsinə. Sıxlığı bizə verib ki, 0,4 km bölü kvadrat kilometrdir. Bizə burada nə lazımdır? Hövzənin sahəsi, yəni F. Deməli, nə etməliyik? 200-ü bölməliyik 0,4-ə. Yəni F bərabərdir nə? L'lər. L'ləri nə tapdıq? Ümumi uzunluğu biz. 200 km. 200 km. Bölməliyəm çay şəbəkəsinin sıxlığına. Sıxlıq da nə qədərdir? 0,4 km böl kilometrin kvadratı. Yəni buradan F-i tapanda deməli uzunluqları bölürəm sıxlıq. F də bərabərdir 500 kilometrlər gedir, kilometrin kvadratı. Yəni cavabımız olur 500. 54-cü sualın izahına baxırıq. Dünyanın kənd təsərrüfatı ilə bağlı doğru fikirləri müəyyən edin. Kənd təsərrüfatından bağlı baxaq. Çin, Polşa və Rusiyada kartofçuluq inkişaf etmişdir. Bəli, Çin, Rusiya, Polşada kartofçuluq inkişaf edib. 1. Qazaxıstan, Argentina və Fransa iri buğda ixalçılarıdır, yox, ixracatçılardır desək daha düzgün olardı. Dəmiyak incinin inkişaf etdiyi ərazilərdə yağıntılar fəsillər üzrə bərabər paylanə bilər. Bəli, uyğun götürə bilərik. Rütubət şəraitinə görə buğdanın əkin sahələri çay plantasiyalarına nisbətən daha genişdir. Düzdür. Şəkər çuğundurunun əsas istehsalçıları Braziliya, Kuba, Venezueladır. Şəkər qamışı desəydi daha uyğun olardı. Qaragül qoyunçuluğu mülayim dəniz iqlim şəraitində inkişaf etmişdir. Ümumiyyətlə biz Qaragül qoyunçuluğu üçün nə demişdik? Özbəkistanın Türkmənistan ərazisidir. O da mülayim dənizə düşməz. Cavabımız olur burada 1, 3 və 4. 55-ci sualın izahına baxırıq. Deməli, göllər verilib, yerləşdiyi iqlim tipi, yerləşdiyi inzibati rayon və fiziki coğrafi rayonlar. Candargöl yarımsəhra quru çöl iqlimi düzdür, daş kəsən olmaz. Batabad yayı quraq keçən soyuq olar, Şahbuz düzdür, Günlük Qapıçıq fiziki coğrafi rayonu uyğundur. Maralgöl yarımsəhra quru çöl olmaz. Ağzıbirçala yarımsəhra quru çöl, Şabran və Samur dəvəçinin ərazisidir, bu doğrudur. Acınhor qışı quraq keçən mülayim isti iqlim uyğun deyil. Sarısu yarımsəhra quru çöl iqlimidir. İmişli, bir də Küraraz fiziki coğrafi rayonunun ərazisine uyğun gəlir. 2, 4 və 6 uyğun cavablarımızdır. 56-cı sualın izahına baxırıq. Xəritə sxemində işlənmiş iqtisadi rayonlar üçün ümumi xüsusiyyətləri bizdən soruşur. Deməli, Lənkəran, Astara və Naxçıvan iqtisadi rayonlar şirklənib. Görə nə deyir? Model tipli İES-lər fəaliyyət göstərir. Bəli, hər ikisində ola bilər. Tərkibində olan inzibati rayonların sayı eynidir. Xeyr. Subab və Ab çəmənlikləri ümumiyyətlə belə deyək, Lənkəran Astaraya aid eləməliyik. Subab və Ab çəmənliklərinin yağıtlağı kimi istifadə olunur deyirdi. Bunu Lənkərana görə götürmürük. Dağ, sarı torpaqlar da Naxçıvanda olmaz. Paleogen yaşıl suxurlara rast gəlinir. Bəli, hər ikisində ola bilər. Meyvəçilik üzrə ixtisaslaşmışdır. Bu da doğrudur. Cavabımız olur 1, 5 və 6. Uyğunluğu müəyyən edin deyir. Yutulandiya yarımadası, Madagaskar adası və Somali yarımadası. Ərazisində materikin ucqar nöqtəsi yerləşir. Somali yarımadası, Afrikanın şərq ucqar nöqtəsi. A-nı götürürük üçə. Ərazisində inkişaf etmiş ölkə yerləşir. Yutulandiya yarımadasına aid edirik. 1-ə B. İki işıqlanma qurşağında yerləşir. Madagaskar cənub tropik xətti kəsdiyinə görə
2 işıqlama qurşağına düşəcək. C. Ərazisində mühüm gəmiçilik kanalı keçir. Jutlandiya yarımadası, Kil kanalı, D-ni götürürük 1-ə. Soyuq okean cərəyanının təsirinə məruz qalır. Elə adı üstündə Somali yarımadasında Somali soyuq cərəyanı olacaq. 3-ə də Y. Yəni 1-ə B, D, 2-yə C, 3-ə də A, Y. Gəldik tədqiqat situasiya sualına. Baxırıq, tədqiqatçı Oslo şəhərindən 60 şimal enliyi və 100 demək 10 şərq uzunluğu. 60 şimal enliyi və 10 şərq uzunluğu paralel boyunca 2790 km hərəkət etdikdən sonra paralel boyunca gedib, sadəcə olaraq şərqə və ya qərbə getdiyini bilmirik də, hansı istiqamətə doğru gedib. 2790 km gedib amma. Hərəkət etdikdən sonra A məntəqəsinə çatıb. Bu məntəqə yerli vaxtla London şəhərindən 4 saat irəlidədir. İrəlidə deyirsə, demək ki, biz bunu şərq ərazidə götürməliyik. Şərqdə götürməliyik. 10 şərq uzunluğundan. Olmalıdır. 10 şərq uzunluğundan şərqdə. 60 dərəcə şimal enliyində 1 dərəcəlik paralel qövsün uzunluğu 55,8 dərəcədir. Bu 2790 kilometri biz dərəcəyə çevirmək üçün 2790-ı bölməliyik 55,8-ə. 2790-ı bölməliyəm 55,8-ə. Eləyir 50 dərəcə. Demək ki, bu irəlidə olduğuna görə şərqə doğru, 10 şərq uzunluğundan şərqə doğru neçə dərəcə? 50 dərəcə gedib. Yəni, bura 10 şərq uzunluğudursa və bu da 50 dərəcə gedibsə, gedib çatıb bu hara? 60 şərq uzunluğuna. Yəni, bu məntəqə sonuncu məntəqə. 60 şimal enliyi, 60 şərq uzunluğudur. İndi nə deyir? A məntəqəsi qədim dağ sistemində yerləşir. 60 şimal enliyinə və 60 şərq uzunluğuna aiddir Ural dağları. O məntəqəyə uyğun gəlir və qədim dağ sistemidir. Bu dağ sisteminin qərbində qədim platformaya aid olan X düzənliyi. Ural dağlarının qərbində Şərqi Avropa düzənliyidir. X düzənliyi, Şərqi Avropa düzənliyi. Deməli, şərqində isə cavan platformaya aid Y düzənliyi. Şərqində də yerləşəcək cavan platforma Qərbi Sibir ovalığı. Deməli, cavan platformaya aid Y düzənliyi yerləşir. X düzənliyində axan ən uzun çay. Yəni, bu Şərq Avropadan axan ən uzun çay, əlbəttə ki, Volqa çayıdır. Çay olaraq, deməli, Volqa çayı. Volqa. Y düzənliyindən axan ən uzun çay isə, Qərbi Sibir ovalığından da axır ən uzun çay olaraq Ob çayı. Ən uzun çay isə Şimal Buzlu Okean hövzəsinə aiddir. Məntəqələri tapdıq. Birinci koordinatını tapdıq. Daha sonra X, Y düzənliklərində yerləşən çayları tapdıq. İndi baxaq, situasiya suallarında 58 aparılan tədqiqata aid olan xüsusiyyətləri müəyyən edib cədvəldə yazın. Cədvəl hal-hazırda əlimizdə deyil. Tədqiqatın başladığı və bitdiyi ölkələr. Tədqiqat başlayıb harda? Norveçdə. Norveç. Bitəcək harda? Tədqiqat bitəcək Rusiyada. Ölkələrin adını yazdıq. Hərəkət edən paralelin, yəni 60 şimal enliyinin 1 dərəcəli qövsün uzunluğu, yəni 55,8 dərəcə və bu paralelin keçdiyi materikləri, yəni 60 şimal enliyi hansı materikləri kəsir? Bu paralelin keçdiyi materiklər, əlbəttə ki, Şimal Amerika və Avrasiya materikləridir. Materiklərin, deməli, keçdiyi materikləri müəyyən edib cədvəldə yazın. X və Y düzənliklərinin hər birindən axan ən uzun çayı, ki, onları dedik ki, Volqa çayı və Ob çayıdır. Yəni, Şərqi Avropada Volqa çayı, Qərbi Sibirdə Ob çayıdır. Ən uzun çayı və onların hər ikisində yayılan eyni təbii zonanı. 60 şimal enliyində, təbii ki, orada enlik istiqamətində yayılacaq tayqa meşələr, yəni iyniyapaqlı meşələr daha çox uyğun gəlir. Təbii zonanı deyirik tayqa. Və bu düzənliklərdə geniş rast gəlinən eksogen relyef formalarını müəyyən edib cədvələ yazaq. Eksogen relyef formaları, yəni deməli burada belə götürək də ekzarasiya. Yəni buzlağın dağıdıcı fəaliyyəti, buzlaq relyef formalarına rast gəlinə bilər. Eksogen relyef formasıdır da. Ekzarasiya uyğun gəlir. Nələr ola bilər? Əlbəttə ki, burada ola bilər moren, kar, trok. Yəni bu relyef formalarını qeyd edə bilərik. Belə əziz abituriyentlər, hər birinizə uğurlar arzulayıram. Sağ olun.